Həbib Həsənov daha bir Qərbi Azərbaycan ziyalısı, daha bir vətən sevdalısı, daha bir xalq sevdalısı və daha bir düşünülmüş, məkirli erməni siyasətinin planlı qurbanı. Onlar tək silahla öldürmürdülər. Əllərinə düşəndə ziyalı alimlərin hamısını cərrahi əməliyyatla öldürdülər ya da avariya salırlar. Onun ölümündə biraz müəmmalı ölüm oldu. Bir körbağı sağa görə mənim qardaşımı öldürdünüz. Bir şəxsiyyət kimi obyektiv idi. Həqiqəti tərəfdar idi. Əxlaqi cəhətdən, mənəvi cəhətdən təmiz idi. Çox tələbkar, çox hər tərəfli, hər sahədən məlumatı olan belə gözəl insandır. Həbib Rəhimoğlu Həsənov, Azərbaycan Dövlət Xadimi, Azərbaycan SSR Meşə Təsərrüfatı Naziri, Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi, Ermənistan Kommunist Partiyası Amasya Rayon Komitəsinin birinci katibi, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti. 1922-ci ilin avqustun 5-də Qərbi Azərbaycan Yeni Bəyazit qəzasının Ağzibir kəndində anadan olub. 1941-ci ildən Əzbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktor işləyib. 1947-ci ildən Moskvada Ali Partiya məktəbinin müdavimi, Ermənistanın Əzbəyov rayonu Partiya komitəsinin şöbə müdürü, Eçmiadzin Partiya komitəsinin ikinci katibi, Amasya rayonunun birinci katibi vəzifələrində işləyib. 1960-cı ildən Sovet Ermənistanı qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olub. 1974-cü ildən Azərbaycanın Tovuz rayonu Partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981-88-ci illərdə Meşə Təsərrüfatı Naziri vəzifəsində çalışıb. Dəfələrlə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Azərbaycanda çalışdığı bütün bu müddətdə Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub. Ermənistan SSR əməkdar jurnalistidir. Lenin ordeninə, 2 dəfə Qırmızı Əmək Bayrağı ordeninə, bir neçə medala layiq görülüb. Həbib Həsənov qardaşı, filologiya elmləri namizədi, İrəvan Pedaqoji İnstitutunun Filologiya Fakültəsinin müəllimi Mehdi Həsənovun erməni şovinistləri tərəfindən öldürülməsindən sonra İrəvanı tərk edərək Bakıda məskunlaşıb və elə Bakıda da dünyasını dəyişib. Həbib çox gözəl ataydı, çox gözəl qardaş idi, çox gözəl evlad idi. Hamımıza qarşı çox diqqətli, hər şeyə diqqətlə. Bizim təhsilimizdə hamımızın çox böyük rolu oldu. Kitablarımız, oxumağımız hamısına o nəzarət eləyirdi. Müəllimə bütün Respublikada həmişə hər yerdə hörmət edirlər onun savadına, biliyinə, erməni dilini o qədər dərin bilirdi ki, ermənilərlə yeri gələndə mübahisə zad olanda ermənilər çəkinirdi ondan, imtina edirlər ki, Həbib müəllimə bilirlər ki, qarşısına məğlub olacaqlar. Siyasət məsələsində də, mənəviyyat məsələsində də. Gördüm ki, ermənilər də bundan çəkinci, belə yerişi, duruşu, şəxsiyyəti, belə davranışı, hər şey çox yüksək səviyyədə idi. İllər keçəndən sonra təxribatlar başladı. Ermənistanın əksər cəmaatını elə elədilər ki, özləri köçdü. Axırı da zorla evlərini zəbt eləyib, hamısını qovdular Azərbaycana. Həbib Həsənovun şəxsiyyətinin fonunda cəmləşən yüksək insani keyfiyyətlər onun ətrafına da sirayət edirdi və təbii ki, o dövrün mövcud iqtidarı bunu həzm edə bilməzdi. Etmədi də. Həbib Həsənovun qardaşı Mehdi Həsənov da öz dövrünün tanınmış, seçilmiş ziyalılarından idi. Xalq onunla hesablaşırdı, cəmaat onu sevirdi. O da öz növbəsində cəmaata, elinə, obasına köməklik göstərməyə çalışırdı. Və bunu çox yaxşı bilən ermənilər məkirli planı həyata keçirmədən çəkinmədilər. Belə ki, səhhətindən şikayət edən Mehdi Həsənov kör bağırsaq diaqnozu ilə xəstəxanaya yerləşdirilir və əməliyyat masasına sağ-salamat uzanan Mehdi Həsənov uğursuz əməliyyat nəticəsində xəstəxanadan sağ çıxmır. O Həbib müəllimi qol qanadını sındırdı da. Çünki Həbib müəllim o kiçik qardaşıdır. Evin son beşi idi. Oğlan sınırdı. 5 qardaş idi. 5 qardaşın sonuncusu buydu. Elə bil ki, Həbib müəllim əl qolunu bağladı. Həbib müəllim ona gələcəyinə böyük ümidi vardı. Çünki elmlər namizəd olmuşdu. Özü də ləyaqətlə, qabiliyyətli
insanıdır. Bir gün eşitdik ki, Mehdi müəllim əməliyyat olunub, kör bağırsağından. Biz də hazırlaşdıq uşaqlarla, indi vardı da dəstələr. Ki, gedək Mehdi müəllim yanına. Heç, vallahi 2 ya 3 gün keçdi, bir də eşitdik ki, Mehdi müəllim rəhmətə gedib. Mən həmin günü Həbib Həsənovu görəndə şaşdım. Ay Allah, bu həmin adamdır. Bu necə dəyişilib bu adam? O qədər dəyişilmişdi ki, bu adam. Təxribat başladı. Meytinin vəfatından sonra Həbib hamısını çağırdı. Bütün sözləri onların üzünə dedi. Ona görə də başladılar Həbibi sıxışdırmağa. Onun ölümündə biraz müəmmalı ölüm oldu. Kör bağırsaqdan adam hələm adam olmaz. Mindən də biri olmaya. Ona görə özünə dəyə bilməzdilər. Çünki bunun bu qədər titulları vardı. Mərkəz Komutan Üzvü, Ali Sədr Müavini, Rəisə Heyətinin Sədr Müavini, ondan sonra Amasya'da birinci katib. Bu boyda vəzifələrdən sonra onu və qardaşına keçdilər. Nə oldu o elə birdən gərək bunun başına gələ oraydı? O da özündə olmadı. Neçə gün özünü danladı şeyləri ki, necə oldu mən bunu niyə buraxdım, mən niyə getdi? O ürəyinə danmışdı ki, nəsə burada bir xəyanət əli var. Bu erməni xislətinin bir qoludur. Onda Demirşan idi, birinci katib. Mən eşitdim ki, Həbib müəllim o qardaşı rəhmətə gedəndən sonra gedib onun yanına, ona belə tənbih eləyib da ki, bir kör bağırsağa görə mənim qardaşımı öldürdünüz. Gedin kef eləyin. Niyə Həbib Həsənovun digər qardaşlarından fərqli olaraq məhz Mehdi Həsənov? Çünki Mehdi Həsənov Həbib Həsənovun qardaşı olmaqla yanaşı özü də öz növbəsində İrəvanın xüsusi seçilən ziyalısı kimi erməniləri narahat edirdi. Mehdi 1935-ci ildə anadan olmuşdu. Yerevanda orta məktəbi qurtardı, gəldi Yerevan Xaçadır Abovyan adına pedaqoji institutda oxudu. İnstitutdan sonra Basar Keçərdə Qaraymanda müəllim işlədi. Sonra gəldi Bakıya aspiranturaya. Aspiranturanı qurtarandan sonra oxuduğu Xaçadır Abovyan adına institutda getdi. O doktorluq dissertasiyası üzərində işləyirdi. Xaricə gedib material toplamalı idi. Ona görə də hərdən deyirdi, böyrüm sancır. Gedərəm yolda məni pristup tutar. Öz əyağınla, ağrısız, acısız, pristupsuz getdi. Həbib Yerevanda Səhiyyə Nazirliyinə gedib demişdi ki, meytini kimə əməliyyat eləyim? Onlar da demişdi, əgər meyti mənim qardaşım olsa, onu Şahiniyənə əməliyyat elədərdim. Biz də ona inandıq, Həbibgildə meytini Şahiniyən əməliyyat elədik. 3 gündən sonra qızdırma qalxdı, vəziyyəti ağırlaşdı. Sonra da konsulum elədilər. 4 dəfə, 5 dəfə ermənilər, həkimlər gəlib gedirdi, konsulum elədi, bir nəticə gəlmədi. Axırsı dedi ki, ikinci əməliyyat. İkinci əməliyyatı açanda içərdən nə qoymuşdular, nə eləmişdilər, bütün bağırsaqlar hamısı infeksiyalaşmışdı. Sonra Moskvadan Rəşidov çağırdılar. O gəldi dedi ki, heç nə eləmək mümkün deyil. Bir həftənin içində meytini qəsdlə öldürdülər. Bütün bunları təbii ki, Həbib Həsənov qəbul edə bilməzdi. Etmədi də. Qardaşının Azərbaycanda, Ağstafada dəfn edən Həbib Həsənov sonra İrəvanı tərk edir. Meyti ağır vəziyyətində qardaşım İsmailə demişdi ki, İsmail, mənə burada xəyanət elədilər, məni bu torpaqda basırmayın. Mənə apar Azərbaycana, əgər gücün çatmasa, Dilicandan Azərbaycan torpağına at məni, qoyma məni burada. Ona görə də onu gətirdik, Ağstafada dəfn elədik. 2 balaca qızları qaldı, 2 körpə. Doktorski dissertasiyası yarımçıq qaldı. Ağzıbir haqqında dialetik ləhcəni yazırdı kitab. Onlar hamısı məndədir, hamısı yarımçıq qaldı eləcə. Böyük qəbristanlıqdır İrəvanda. O qəbristanlıqda nə qədər Məmmədov yazıblarsa harasa, onu vurub uçuracaqlar, daşını qıracaqlar, dağıdacaqlar. Meyti bu şeylər də nəzərə alır. Görür ki, vəziyyət yaxşı deyil.
Nə üçün mən burada qalam, mənim qəbrim dağısında, nə üçün mənim qəbrimə heç olmazsa adamlar var, qohumlarım var, qələbəm var, qardaşlarım var, uşaqlar var, gəlib mənim başı keçəcəklər. Bu şeyləri hər bir adam düşünüb daşına bilər. Meytinin vəfatından sonra Həbib Uşa Ermənistanda qalmadı. Ona görə də çıxdı gəldi Azərbaycana. Ondan sonra bir müddət keçdi, biz eşitdik ki, Həbib müəllim köçür. Evini dəyişdi Bakı ilə, köçür. Biz hamımız əksəriyyəti, demək olar kollektivdə əksəriyyət çox məyus oldu. Çünki bilirdilər ki, ondan başqa redaksiyada ikinci elə bir adam yoxdur ki, ona əvəz eləsin. Ən çox onun təsir eləyən meytinin onlar qəsdlə öldürməyi oldu. Qabaq olurdu xırda, uşaqlara məktəbdə türk, anam gedib uşaqları gətirəndə hamısı deyirdim, Rus sektorunda oxuyurdular məktəbdə həfin uşaqları. Türk gəldi, ona görə uşaqlar həmişə qaçırdı ki, nənə danışma Azərbaycanca, qoy bilməsinlər. Bizim məktəbdə də sıxışdırırlar, türkdə də. Neçə dəfə uşaqları məktəbdə döymüşdülər, türk deyini çıxardın bunları. Ona görə həfin özü də Mərkəzi Komitəyə gedib o haqda məlumat vermişdi. Bu nə təxribatdır, bu nə deməkdir? Yola vermirdilər. Burada institut bitirib gələnlərə orada iş vermirdilər. O qədər oxumuş, vəzifəli qohumlarımızın hamısını maşınla vururdular. Daha bir dəfə qohumlarımızın sürü gəlib keçəndə Quruzavi üstündən keçirdi, 150 dənə qoyunu hamısını qırdılar, tək insanları yox. Nə var, türklər bunlar geçsin burada. Bu haqsızlıqların şahidi olan Həbib müəllim ömrünün son günlərini hədər vermir. İrəvanın, öz elinin obasının tarixini yazıb, yaratmaqla yaşadır. Mehdi Məmmədovun da bugünə qalan mirası kitab şəklində yaşamaqdadır. Bu Həbibin kitabıdır. Burada bütün tarixdir. Ermənistanda olan əhalinin sayına qədər, kəndlərin adının dəyişilməyinə qədər, ləğv olan kəndlər, hansı rayonda nə qədər Azərbaycanı yaşayıb, bütün hamısı bu kitabda yer alıbdır. Bu Meytinin kitabıdır. Meyti bu kitabı öz əlindən 71-də nəşriyyata təhvil verdi. Bir həftədən sonra əməliyyatdan rəhmətə getdi, heç bu kitabı özü görə bilmədi. Ondan sonra bunu mən Meytinin 64-də Dağlar qoynunda, bir də 71-də Maral əfsanəsi. Bu kitabı mən indi birləşdirdim, ikisini bir yerdə, Kirildən Latın əlifbasına keçirtmişəm. İki kitab bir yerdədir, şəkillərindən, hər şeylə. Bu da illər keçirdi, mən bu acını unuda bilmirdim, bu acı xatirələri. Neçə ildən sonra mən Meytinin acılı, şirinli xatirələrini bura köçürdüm. Yarımçıq qalan ömürdən xatirə. Beləliklə biz Qərbi Azərbaycanın, İrəvanın torpaq yerlərinin, yurt yerlərinin parçalanması ilə yanaşı onların parlaq nümayəndələrinin, onların aydınlarının, onların ziyalılarının həyat hekayələrinin parçalanmasını da görürük. Həbib Həsənovun timsalında. Ardı var.